Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Mən Rövşənə Ağayeva sizlərə bugün təşkil olunmuş sınaq imtahanında ədəbiyyat fənnindən təqdim olunmuş sualların izahını verməyə çalışacağım. Ümidvaram ki, izahım sizlər üçün aydın, anlaşılıqlı və ən əsası faydalı olar. Beləliklə, vaxtı çox itirmədən suallarımızı oxumağa başlayaq. Baxa görə ilk sualda bizə nə soruşulur? Koroğlu ilə Bolubəy qolu əsasında obrazlarla bağlı uyğunluğu müəyyən edin. Koroğlu, Nigar xanım və Xoca Əziz obrazları bizlərə təqdim olunub. Baxaq görək hansı fikir, hansı obraza uyğun gələcək. Düşmənin üç tərəfdən Çənlibelə hücum etdiyi xəbərini gətirir. Bu fikir bizlərə təqdim olunan obrazlardan heç birinə aid deyil. Belə ki, bu xəbəri gətirən Aşıq Cünunu idi. Bolu bəyə və onun dəstəsinə bələdçilik edən Mehdər Murtuzu bağışlayır. Söhbət bizim Koroğlumuzdan gedir. Koroğlunun əsir aparılması barədə dərlərə xəbər çatdırır. Bu, Xoca Əziz idi. Oğurlanmış atını qatırmaq üçün Ərzincana səfər edir. Ümumiyyətlə, oğurlanmış atını qatırmaq üçün Ərzincana deyil, Toqata səfər edirdi. Həm də ki, bu, Koroğlu və Bolubəy qolunda baş vermirdi. Həmzənin qıratı qaçırması qolunda baş verirdi. Yəni, denidə çıxacağıq. Çətin vəziyyətdə dəllərə çıxış yolu göstərir. Əlbəttə ki, söhbət Nigar xanımdan gedir. Yəni, 1B, 2Y, 3C. Testimizin doğru cavabı A variantı. Mirzə Əkbər Sabirin əkinci şeiri ilə bağlı doğru fikirləri müəyyən edin. 1. Mülkədarın nitqindən əkinçinin hansı əzab əziyyətlərə qatlandığı aydın olur? Bəli, doğru fikirdir. Biz mülkədarın nitqindən əkinçinin çəkdiyi əziyyətləri, əzabları duymuş oluruq. Bu bizə məhz mülkədarın nitqində təqdim olunur. Ümumiyyətlə ki, orada mülkədarın nitqindən başqa bir nitq də yoxdur. Əsərdə əkinçinin mülkədara əvvəllər də borclu qaldığı üzə çıxır. Bəli, bu da doğru fikirdir. Mülkədarın yaşayış tərzi əkinçinin yaşayış tərzi ilə qarşılaşdırılır. Bu da tamı-tamına doğru fikirdir. Əsər boyu gülüşün müxtəlif növlərindən məharətlə istifadə olunub. Biz bir ki, gülüşün satirik və yumoristik növləri var. Bu əsərdə satirik gülüşdən istifadə olunub. Yanlış fikirdir. Cəmiyyətdəki problemləri əks etdirən müəllif onun bədii həllini göstərir. Xeyr, bədii həllə yol verilməyib. Yəni, 62-ci testimizin doğru cavabı 1, 2, 3 D variantıdır. Davam eləyək. Vaqifin hayf ki yoxdur qoşması haqqında doğru fikri müəyyənləşdirin. Əsərdə təsvir olunan gözəllər müəllifin bədii, fəlsəfi təxəyyülün məhsuludur. Elə fəlsəfi sözünə görə biz bu fikri doğru fikir hesab eləyə bilmərik. B-də deyilir ki, əsərdə yarandığı dövrlə bağlı müəyyən təsəvvür yaranır. Bəli, doğru fikirdir. Bu əsər bizə yarandığı dövrlə bağlı müəyyən məlumatlar verir, müəyyən təsəvvürlər yaradır. Təbiət mövzusunda yazılmış qoşmada ictimai motivə də yer verilmişdir. Bu qoşma təbiət mövzusunda yazılmayıb, ictimai məzmunda yazılmış qoşmadır, ictimai mövzuda daha doğrusu yazılmış qoşmadır. Lirik qəhrəmanın qadın gözəli ilə bağlı fikirləri şeirdəki təəssüf hissini üstələyir. Xeyr, üstələmir. Bəli, qadın gözəli ilə bağlı fikirlərini biz görürük lirik qəhrəmanın, ancaq bu fikirlər təəssüf hissini üstələmir, yanlış fikirdir. Lirik qəhrəman saray gözəllərinin onlarla birlikdə Kür qırağında olmamasına kədərlənir. Bu da yanlış fikirdir. Yəni, 63-cü testimizin doğru cavabı B variantı. 64. Cümləni tamamlaya bilməyən fikri müəyyənləşdirin. Baxaq görək. Abdullah Şaiqin Anabacı əsərində təhkiyəçi Anabacının yazıb oxuya bilməməsini əsas problem hesab edir. Elə yazıla bilməyəcək fikir bu fikir olacaq. B-də deyilir ki, Anabacını köhnə nəslin son qəhrəmanı hesab edir. Bəli, doğru fikirdir. Anabacının mənəvi baxımdan böyüklüyünü, ucalığını etiraf edir. Bəli, təhkiyəçi bunu etiraf edir. Sonunda Anabacı haqqında düşüncələrini dəyişir. Bu da doğru fikirdir. Anasının tövsiyəsinə əməl edir. Bu da doğru fikirdir. Yəni, bir daha əmin olduq ki, 64-cü testimizin doğru cavabı A variantıdır. 65. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərində saray adamları nə üçün məhz Yusif Sərracı hakimiyyət başına gətirməyi vacib hesab edirlər? A. Onun savadlı və qabiliyyətli olduğunu söylüyor. Xalqın dərdinə tez bir zamanda çarə edə biləcəyinə inanırdılar. Belə olsaydı nə xoş olardı həyat, yanlış fikirdir. Şah Abbas şahlıqdan imtina etdiyi üçün şahlığa ən layiqli namizəd onu hesab edirlər.
Əlbəttə ki, bu da yanlış fikirdir. Hakimiyyət üçün təhlükəli olan bir şəxsdən can qurtarmağı düşünürlər. Bəli, doğru fikirdir. Onlar Yusif Sərracı hakimiyyət üçün təhlükəli olan bir şəxs kimi dəyərləndirdilər. Məhz elə ondan can qurtarmaq üçün onu hakimiyyətə gətirmişdilər. Yəni doğru cavabımız C variantı. Ölkədəki hərc-mərcliyin qarşısını yalnız Yusif Sərracın ala biləcəyini düşünürlər. Əlbəttə ki, yanlış fikirdir. Cəmiyyətdə islahatların qaçılmaz olduğunu anlayaraq Yusif Sərracı taxta oturdurdular. Bunu anlaya biləcək ağılda olsaydılar nə gözəl olardı. 65-ci testimizin doğru cavabı C variantı. Davam eləyək. 66-da soruşulur. Mirzə İbrahimovun Azad hekayəsilə bağlı yanlış fikri müəyyənləşdirin. Əsərdə hadisələrin 2-ci Dünya müharibəsi illərində baş verdiyi aydın olur. Doğru fikirdir. Əsərdə müəllif Azərbaycanın birliyi və bütövlüyü məsələsini də ortaya qoyur. Bu da doğru fikirdir. Əsərin qəhrəmanı vətənin, xalqın azadlığı uğrunda mübarizədə müxtəlif millətin nümayəndələri birlikdə iştirak edir. Baxın, müxtəlif millətin nümayəndələri ilə mübarizəni biz görmürük. Yanlış fikirdir. Doğru cavabımız C variantı olacaq. Xalqın öz azadlığını qazanmasının digər ictimai-siyasi problemlərin həllinə yol açacağına inam var. Bəli, doğru fikirdir. Müəllif əsərdə dostluğa dəyər verən obrazlar yaratmışdır. Bu da doğru fikirdir. Söhbət Fərda və Azadın dostluğundan gedir. Yəni 66-cı testimizin doğru cavabı olacaq C variantı. 67. Vəzirovun Müsibət-i Fəxrəddin əsəri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Baxaq. Fəxrəddin insanların İslamdan və şəriətdən uzaq düşdüyünü dilə gətirir. Bəli, doğrudur. Rüstəm bəy bütün əməl və düşüncələrində mühafizəkarlığın qatı tərəfdarı kimi çıxış edir. Bütün əməl və düşüncələrində çıxış eləmir. Yanlış fikirdir. Fəxrəddin gələcək həyatını saadətlə birlikdə təsəvvür edir. Doğru fikirdir. Fəxrəddin baş verən bütün hadisələrin günahını Rüstəm bəy də görür. Əlbəttə ki, yanlış fikirdir. O, nadanlıqda, cəhalətdə görürdü bütün bu olanların günahını. 5. Rüstəm bəyin xudbinliyi və mənəm-mənəmliyi övladlarının ölümünə səbəb olur. Bu da doğru fikirdir. Yəni 67-ci testimizin doğru cavabı 1, 3, 5 A variantıdır. Davam eləyək. 68-dən nə soruşulur? Nöqtələrin yerinə yazıla bilməz. Baxaq. Hemingwayin Qoca və Dəniz əsərində balaca oğlan. Səhər tezdən ovdan qayıdan qocanın komada yatdığını görəndə rahat nəfəs alır. Doğru fikirdir. Atasının qocanın bəxtinə inanmadığını söylüyor. Bəli, doğru fikirdir. Qocaya tilova keçirmək üçün 2 tunis balığı verir. Bəli, bu da doğru fikirdir. Balıq tutmağın bütün sirlərini qocadan öyrənmişdi. Bəli, bu da doğru fikirdir. Deməli, cavabımız Y-dir. Yenə də oxuyaq. Qocaya balıq tutmaq üçün çox uzaqlara getməyi məsləhət görür. Xeyr, belə bir fikir yoxdur. Yəni 68-ci testimizin doğru cavabı olacaq Y variantı. Baxaq görək 69-da nə soruşulur? İsmail Şıxlının Dəli Kürü əsərindəki obrazlarla bağlı yanlış fikri müəyyən edin. A. Molla Sadıq müfhumatın, fanatizmin müdafiəçisidir. Bəli, doğru fikirdir. Cahandar ağa zamanın sərt axarının yaratdığı yeni ictimai-siyasi şəraitdə tab gətirə bilən güclü xarakterdir. Xeyr, o tab gətirə bilmir. Güclü xarakterdir, amma həmin zamanın gətirdiyi yeni ictimai-siyasi şəraitə Cahandar ağa tab gətirə bilmir. Elə testimizin doğru cavabı B olacaq. Düşməni ilə açıq döyüşdən çəkinən Allahyar mənəviyyətcə yoxsuldur. Bəli, doğrudur. Əşrəf yeniliyi təcəssüm edirən gəncliyin nümayəndəsidir. Bəli, doğrudur. Şamxal düşüncə və davranış baxımından Cahandar ağanın davamçısıdır. Bu da doğru fikirdir. Yəni 69-cu testimizin doğru cavabı B variantı. 70. Nümunə ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Əskər nə istəyir? Bir təzə nəğmə. Nəğməsiz darıxır əskər tüfəngi. Bir əskər qəlbindən qopan zümzümə bir vətəndaşını isidəcəkdir. Məmməd Arazın Əskər məktubu şeirindən bir bənd. Görək bu bənd haqqında bizə hansı fikirlər təqdim olub ki, biz o fikirlər arasından doğru olanlarını seçək. Baxaq, bir əşya və ya hadisənin əlamətinin başqa əşya və ya hadisə üzərinə köçürülməsi yolu ilə məcaz növü yaradılmışdır. Əlbəttə ki, söhbət metafordan gedir. Baxa görə metafor yaradılmışdımı? Bəli. Deyir ki, nəğməsiz darıxır əskər tüfəngi. Əskər tüfənginin darıxması metafor nümunəsidir, yəni bir doğru fikirdir.
Fikrin emosionallığını artırmaq üçün şeirə ritm və melodiya gətirən təkrarlardan istifadə edilmişdir. Fikir versək görək ki, bəli, burada təkrirdən gedir də söhbət. Təkriri var. Bir əskər qəlbindən qopan zümzümə bir vətəndaşını istəyəcəkdir. Təkrirə yol verilmişdir. Yəni 2 də doğru fikirdir. Fikrin təsir gücünü artırmaq üçün söz sırası qəsdən pozulmuşdur. Söhbət inversiyadan gedir. Varmı? Bəli, var. Elə ikinci misramız buna bariz nümunədir. Nəğməsiz darıxır əskər tüfəngi. Baxın, söz sırası pozulub. Yəni 3-ü də götürürük. 4. Nəzərdə tutulan bir söz əvəzinə başqa anlayışın işlədilməsi yolu ilə yaranan məcaz növü vardır. Söhbət metonimiyadan gedir, ancaq bizə təqdim olan nümunədə metonimiya yoxdur. Sözə qüvvətləndirici başqa bir təyin edici sözün əlavə edilməsi ilə emosionallıq yaranmışdır. Söhbət epitetdən gedir, ancaq təqdim olunan nümunədə epitet yoxdur. Yəni testimizin doğru cavabı 1, 2, 3 A variantı. Davam eləyək. 71. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Başımdan getmişdi sevdanın qəmi, xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü deyin yenəmi? Çəkdiniz sorğuya, sağla gözləri. Mikail Müşfiqdən çox gözəl bir şeir nümunəsi. Görək bu nümunə əsasında bizdən nə soruşulur? Biz doğruları tapmalıyıq. Baxaq. 2 misrada epitetdən istifadə edilib. Epitetdən yalnız baxın 3-cü misrada. Bu dustaq könlümü deyin yenəmi? Yalnız bir misrada istifadə olunub, yəni yanlış fikirdir. Bütün misraların daxili bölgüsü eynidir. Gəlin bölək. Başımdan getmişdi sevdanın qəmi. Xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü deyin yenəmi? Çəkdiniz sorğuya, suala gözlər. Bütün misraların daxili bölgüsü 6, 5 şəklindədir. Yəni daxili bölgü pozulmayıb. Bu doğru fikirdir. Metaforla yanaşı təşbihdən də istifadə olunub. Xəyalın bütün aləmi gəzməsi metafordur. Sevdanın qəminin başdan getməsi metafordur. Və gözlərin sorğuya suala çəkməsi də metafordur. Ancaq təşbih varmı? Xeyr, yoxdur. Ona görə də biz 3-ü götürmürük. 4-də deyilir ki, şeirdə işlənən inversiya və bədii bədii emosionallığı artırır. Bəli, bədii istifadə olunub, inversiyada yer verilib və onlar bədii emosionallığı artırmaq üçün istifadə olunub. 4-ü də götürəcəyik. Qoşmanın orta bəndidir. Qafiyələnməsinə baxaq. A, 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 B şəklindədir. Hecaların sayı 11-dir. Bəli, qoşmanın orta bəndidir. Yəni testimizin doğru cavabı 2, 4, 5. Baxaq B variantı. Davam eləyək, görək 72-ci sualda nə soruşulur? Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərinə əsasən cədvəldəki doğru bəndi müəyyən edin. Səbəb-nəticə cədvəlidir. Baxaq. 1. Mirzə Məhəmmədəli Rüstəm bəyə lüğət üçün sözlər deyir. Nəticədə Rüstəm bəy lüğətə ərəb-fars mənşəli sözlər yazır. Əlbəttə ki, yanlış fikirdir. Rüstəm bəy iclası açıq elan edərək rusca danışır. Mirzə Məhəmmədəli yad dildə danışmağa etiraz edir. Etiraz edən Mirzə Zeynal olur. Mirzə Məhəmmədəli ona dəstək çıxır. Zəhrəbəyim anam vəfat edir. Qardaşlar səhvlərini anlayıb eyni amal uğrunda birləşirlər. Yanlış fikirdir. 4. Qardaşlar arasında Gülbahara görə dəfələrlə fikir ayrılığı yaranır. Nəticədə Gülbahar qardaşların onun ailə qurulması üçün mübahisələrini faydasız hesab edir. Bəli, elə bu olacaq doğru cavabımız. Yenə də 5-ə də baxaq. Səməd Vahid Gülbaharı dostuna ərə vermək istəyir. Zəhrəbayım bu fikrə razı olur. Əlbəttə ki, yanlış fikirdir. Testimizin doğru cavabı olacaq 4. D variantı. Davam edək. Görək 73-də bizdən nə soruşulur? Cədvələ əsasən Anarın keçən ilin son gecəsi piyesində Həmidə obrazı ilə bağlı verilmiş fikirlərdən hansıların yeri dəyişsə uyğunluq bərpa olar. Deməli, Həmidə obrazı ilə bağlı fikirlərə baxırıq. Doğru yanlış xanası var. Doğrunun altında bir yanlış verilib, yanlışın da altında bir doğru verilib. Biz həmin fikirləri tapmalı və yerlərini dəyişməliyik. 1. Ərinin səsini dinlədikdən sonra təskinlik tapır. Baş verənləri təbii qəbul edir. Bu doğrudur. Yəni buna dəymirik. Qızı Gülarə və kürəkəni Süleymanın əslində nə üçün gəldiklərini biləndə bir anlığa sarsılır. Bəli, əsərin ən toxunan hissələrindən biridir. Bu doğru fikirdir. Poçtalyonu haqlı hesab etsə də bunu etiraf etməyə gücü çatmır. Xeyr, o poçtalyonu doğru hesab eləmir.
Yanlış fikirdir. Yəni bu 3 doğru xanasında verilməli deyil. 3-ü biz yanlışa keçirməliyik. Görək yanlışda hansı fikir doğrudur ki, onun 3 ilə yerini dəyişək. Yanlışda verilib ki, oğlu Rüstəmin nişanlısı ilə barışdırmağa çalışsa da bunu bacarmır. Xeyr, bacarır. Yanlış fikirdir. Şərtimiz ödür. Bizə yanlışdan yanlış lazımdır. 5. Poçtalyonun dediklərini qəbul etmir, övladlarının onun sevdiyinə əmindir. Bəli, bu doğru fikirdir. Deməli, yerin dəyişəcəyik 3 ilə 5-in. Cavabımız E variantı olacaq. Yenə də altında oxuyaq. Övladlarını da başına yığıb Əri Qəzənfərin səsinə qulaq asır. Xeyr, təklikdə qulaq asır Əri Qəzənfərin səsinə. Baxın, bu doğru fikir oldu, bu yanlış fikir oldu. Ona görə də onların yerini dəyişdik. Baxaq 74-ə, görək 74-də nə soruşulur? Eyler-Venn diaqramına əsasən biz Leyli Məcnun və Dəhnamə əsərlərini müqayisə eləyəcəyik. Söhbət Füzulinin Leyli Məcnundan gedir əlbəttə ki və Xətainin Dəhnaməsindən. Baxaq. Yenicə dünyaya gələn obraz sanki son gününü əvvəlcədən duyub ağlayır. Söhbət əlbəttə ki Məcnundan gedir. Yəni A-nı biz yazacağıq Leyli Məcnun olan xanıya. B. Qəhrəmana xeyirxahlıq etməyə çalışan obrazda yaradılmışdır. Bu, həm Leyli Məcnun əsərinə, həm də Dəhnaməyə də olan fikirdir. Belə ki, Leyli Məcnunda Məcnuna kömək eləməyə çalışan xeyirxah obrazlar var idi. Dəhnamədə də, əlbəttə ki, bağban da daxil olmaqla, ah, səbah, xoş göz yaşı, onlar hamısı deməli, aşiqimizə kömək eləməyə çalışan obrazları idi. Yəni, B-ni biz ortaq fikir kimi götürəcəyik. C. Baş qəhrəmanın aşiq olduğu qız real insan obrazı deyil. Söhbət Dəhnamə əsərindən gedir. Məşuqəmiz real insan obrazı deyildi. Eşqə düşən obrazın yazdığı məktublar onun ülvi duyğularını əks etdirir. Söhbət aşiqin məktublarından gedir. Bunu da yazacağıq 2-yə. Əsərdə şəxsiyyət azadlığı, şəxsiyyət və cəmiyyət münasibəti məsələləri mühüm yer tutur. Söhbət Leyli və Məcnun əsərindən gedir. Yəni, uyğunluq belə olacaq 1A-Y, 2C-D, 3B. Buna uyğun variant isə C variantıdır. Testimizin doğru cavabı olacaq C variantı. Baxaq görək, 75-də nə soruşulur? Sultan Səncər və Qarı və Hikmətin fəziləti əsərləri üçün ortaq cəhətləri müəyyən edin. Baxaq, hansı fikirlər bu iki əsər üçün ortaq verilə bilər? İbrətamiz məzmun daşınması, bəli, hər iki əsər üçün ortaq fikirdir. Yüksək vəzifəli məmurların seçki yolu ilə təyin olunması fikrinin irəli sürülməsi yanlış fikirdir. Ədalətli idarə etmənin vacibliyinin təbliğ olunması, bəli, doğru fikirdir hər iki əsər üçün. Padşahın ölkədə baş verənlərdən xəbərdar olmasının vacibliyi, bu yalnız Sultan Səncər və Qarıya aid fikirdir. Güc birlikdədir fikrinin əsas ideya kimi verilməsi, bu da yanlış fikirdir. Yəni, testimizin doğru cavabı olacaq 1 və 3 Y variantı. 76. Almaz Yıldırımın Əsər Azərbaycanın və Əhməd Cavadın Azərbaycan bayrağına şeirləri ilə bağlı ortaq fikirləri müəyyənləşdirin. Baxaq. Heca vəznində bəndər şəklində yazılmışdır. Bəli, həm Əsər Azərbaycanın, həm də Azərbaycan bayrağına şeirləri heca vəznindədir və bəndər şəklində yazılmışlar. Konkret bir hadisəyə emosional bədii münasibət ifadə edilmişdir. Yanlış fikirdir, götürməyəcəyik. 3. Nikbin pozitiv əhval-ruhiyyə aparıcıdır. Biz bunu Əsər Azərbaycanın şeirinə aid edə bilmərik. Yanlışdır. Lirik qəhrəmanın vətənə, onun müqəddəsliyinə dair fikirləri öz əksini tapmışdır. Bəli, hər iki əsər üçün ortaq fikirdir. Doğma yurdun düşmən tapdağından azad olunacağına inam ifadə edilmişdir. Yanlış fikirdir. Yəni 76-cı testimizin doğru cavabı 1 və 4 Y variantıdır. 77. Hüseyn Cavidin İblis əsəri ilə bağlı doğru fikri müəyyən edin. Baxaq. Mühiti ilə arzuları arasında uçurum görən Arif ehtiraz və nəfsinə hakim ola bilir. Xeyr, hakim ola bilmir. Yanlış fikirdir. İnsanların öz mənfi ehtiraslarının əsrinə çevrilməsi İblisi məyus edir. Niyə məyus eləsin ki? Əksinə, İblisi məmnun edir. Yanlış fikirdir. Haqq, ədalət axtarışları Arifi əsərin sonunda kamil insana çevirir. Yanlış fikirdir. Arif kamil insana çevrilmir. Əksinə, yolunu azır. Arif İblisə uymuş bəşəriyyət ittihamı ilə İblisin diqqətini özlərinə çəkməyə çalışır. Yanlış fikirdir. Bu ifadə ümumiyyətlə ki, Arifin nitqindən verilməyib axı. Mələyin nitqindən verilmiş cümlədir bu. Arifə qarşı qoyulmuş İblis obrazı dünyada yalnız Allahı özünə rəqib hesab edir. Bəli, doğru fikirdir. 77-ci testimizin doğru cavabı olacaq Y variantı.
Davam edək. 78-ci testlə nə soruşulur? Deyilir ki, Rəsul Rızanın Qızılgül olmayaydı poemasında, baxın, bu fikri tamamlamalıyıq. Nöqtələrin yerinə gəlin görək hansı fikir uyğun gəlir. Sənət adamlarının repressiya dövründə sifarişlə əsər yazmağa məcbur edildikləri aydın olur. Yanlış fikirdir. Müəllifin Mikail Müşfiqlə birlikdə Nizami və Bayrondan tərcümələr etdiyi məlum olur. Yanlışdır. Həm heca, həm də əruz vəzninin poetik imkanlarından məharətlə istifadə olunub. Bu əsər sərbəst şeir formasında yazılıb. Yəni poema olsa da yanlış fikirdir. Söhbət heca və əruzdan gedə bilməz həmin əsərdə. Lirik parçalar aparıcı olduğu üçün təhkiyəyə yer verilməmişdir. Əlbəttə ki, yanlış fikirdir. Mikail Müşfiqin simasında vətənpərvər, yaradıcı insanların repressiya məruz qalmaları haqda aydın təsəvvür yaranır. Bəli, elə testimizin doğru cavab olacaq Y variantı. Davam edək. Görək 79-da nə soruşulur? Süleyman Sani Axundovun Nurəddin hekayəsində hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. Deməli, hansı metoddan istifadə edirik? Bizə təqdim olan hadisələr arasından ilk baş vermiş hadisəni müəyyənləşdiririk. Sonra isə ən son baş vermiş hadisəni müəyyənləşdiririk. Əgər oxşar variantlar varsa, ondan sonra davamına baxırıq. Birinci hadisələri oxuyaq. Görək hansı hadisələr bizlərə təqdim olunub. Əmraslanla Gülpərinin planından Nurəddinin Əmraslanla Gülpərinin planından xəbər tutması, Nurəddinin meşədə azaraq ağacda gecələməsi, Nurəddinin İmamverdi babanın yanına getmək fikrindən daşınması, Nurəddinin yoldaşlarına ziyafət verməsi və Nurəddinin Rəhimdən onu Baharın yanına göndərməsini təvəqqə etməsi. Bizə təqdim olunan hadisələr arasında ilk baş verən hadisə, baxın, elə birinci hadisədir. Əmraslanla Gülpərinin xəbərindən, daha doğrusu plandan xəbər tutması. İlk olaraq Nurəddin bizə təqdim olan hadisələr arasında, baxın, Əmraslanla Gülpərinin plandan xəbər tutur. İlk baş verən hadisə budur. Verilənlər arasında ən son baş verən hadisə isə 4-dür. Yoldaşlarına ziyafət verməsi. Yəni, biri əvvələ yazırıq, 4-ü sona. Baxaq görək, 1 ilə başlayıb 4 ilə bitən neçə variantımız var? 2 variantımız var. Deməli, digər hadisələrdə baxacağıq. Baxın, Əmraslanla Gülpərinin planından xəbər tutur. Ondan sonra baş verən hadisə İmamverdi babanın yanına getmək fikrindən daşınması. Baxın, xəbər tutandan sonra ora getmək fikrindən daşınır. Daha sonra isə meşədə azaraq ağacda gecələyir və Rəhimdən onu Baharın yanına göndərməsini təvəqqə edir. Lap sonda isə yoldaşlarına ziyafət verir. Yəni 1, 3, 2, 5, 4. Testimizin doğru cavabı olacaq B variantı. 80. Qasım bəy Zakirin Baydı Səba mənim dərd dilimi şeiri ilə bağlı doğru fikri müəyyən edin. Baxaq. Aşiqin əhvalının ətraflı ifadəsi onun necə əzəb çəkdiyini aydın əks etdirir. Bəli, doğru cavabımız bu olacaq. Aşiq pak məhəbbətə yüksək dəyər verir və qarşı tərəfdən də bunu görməyə arzuluyur. Yanlış fikirdir. Aşiq Baydı Səba ilə göndərdiyi məktuba cavab ala bilmədiyindən ümidini itirir. Əlbəttə ki, yanlış fikirdir. Şeir bədmin sonluğu ilə diqqət cəlb edir. Bu da yanlış fikirdir. Sevgilinin aşiqin hisslərinə biganə yanaşması onun əğyar ilə həmdəm olmasından xəbər verir. Bu da yanlış fikirdir. Testimizin doğru cavabı olacaq A variantı. Davam edək. Görək 81-də nə soruşulur? Yanlış fikri müəyyən edin. Mahnılar lirik növün digər janrlarına nisbətən daha sonralar yaranıb. Bəli, doğru fikirdir. Biz yanlışı tapmalıyıq. Mərasim nəğmələrinin müxtəlif növləri vardır. Bəli, doğru fikirdir. Yəni, toy məclislərində oxunan nəğmələr var idi və yaslarda oxunan nəğmələr var idi. Folklorun epik növündə olan əsərlər həm nəsr, həm də nəzmlə olur. Bəli, doğru fikirdir. Epik növdə olan əsərləri biz həm nəsr, həm də nəzmlə görürük. Aşıq yaradıcılığına aid əsərlər bütün ədəbi növlərdə yarana bilir. Xeyr, yanlış fikirdir. Bütün ədəbi növlərdə yarana bilmir. Doğru cavabımız D variantı olacaq. Aşıq yaradıcılığında dövrün mühüm hadisələrinə münasibət öz əksini tapır. Bu da doğru fikirdir. Yəni 81-ci testimizin doğru cavabı olacaq D variantı. 82. Müxtəlif dillərdə lirik əsərlər yaratmış sənətkarları müəyyənləşdirin. Nizami Gəncəvi əlbəttə ki, olmayacaq. Qədim dövrdə biz ana dilində yazılmış əsər görmürük. İmadəddin Nəsimi, bəli, götürəcəyik. Çünki o həm ərəb, həm fars, həm də Azərbaycan dilində yazmışdı. Məhəmməd Füzuli, bəli, Məhəmməd Füzulini də götürəcəyik. O da hər üç dildə yazmışdı. Qətran Təbrizi aid deyil, Məsəddi Gəncəvi də aid deyil. Testimizin doğru cavabı 2 və 3 Y variantıdır. Davam edək. Cəfər Cabbarlının Oqtay Eloğlu əsəri ilə bağlı doğru fikirləri müəyyən edin.
Aşıq tipli suallara gəldik. Aslan bəyin teatr məsciddən üstün tutması atası Hacı zamanı daha da hiddətləndirir. Bəli, doğru fikirdir. Aslan bəy atası ilə dialoqu zamanı teatr məsciddən daha üstün tutduğunu deyir. Bu da onsuz da hiddətli olan Hacı zamanı daha da hiddətləndirir. Oqtay Aslan bəyin pullarını üzünə çırparaq ondan intiqam alacağını bildirir. Üzünə pulu çırpmağına çırpır, ancaq onu intiqama layiq görmür. Hətta intiqama belə layiq görmür Aslan bəy. Yanlış fikirdir. Səməd Rus teatrını milli teatrdan üstün tutur. Oqtayın orada fəaliyyət göstərməsini istəyir. İstəməyinə istəyir ki, Oqtay getsin Rus teatrında fəaliyyət göstərsin, ancaq Rus teatrını milli teatrdan üstün tutur fikri yanlışdır. Belə ki, orada Səməd deyir ki, ona deyir, get, həm təqdir olunarsan orada, həm də pulun olar. Yəni 3 də yanlış fikirdir. Danyar bəy və Şekinskinin əsl niyyətinin nə olduğunu Firəngizə Səməd söylüyor. Bəli, doğru fikirdir. Sevər Oqtaya başına gələn fəlakətlər arasında 3 şeyi, xüsusən də onu heç vaxt unutmadığını söylüyor. Oqtay Sevərə söylüyor. Yanlış fikirdir. Yəni 83-cü testimizin doğru cavabı olacaq 1 və 4. Davam eləyək. Görək. 84-də nə soruşulur? Nümunə əsasında doğru fikirləri müəyyən edin. Gənclik bir qızıldır. Ömrün əlindən düşərək torpağa yox oldu birdən. Tapmaq həvəsi ilə həmin qızılı torpağı yuyuram göz yaşımla mən. Baxaq, görək doğru cavabımız nə olacaq? Deməli, doğru fikirləri tapmalıyıq. Qafiyə quruluşu A, B, A şəklindədir. Baxaq, A, qızılı. Baxın, əlindən birdən qafiyələnir, qızılı fərqlidir. Mən, bu da qafiyələnir birincilərlə. Əlindən birdən mən həm qafiyə oldu, qızılı sərbəst oldu. Ona görə də A, B, A şəklindədir. Bir doğrudur. Fars dilindən tərcümə edilmişdir. Bəli, Xaqani fars dilində yazdığına görə bu nümunədə fars dilindən tərcümə edilmiş nümunədir. Orta dövrə aid ədəbi nümunədir. Orta dövrə aid deyil, qədim dövrə aiddir. Təşbih və metafor işlənmişdir. Baxın, gənclik qızıla bənzədilib, doğru fikirdir və deyilir ki, ömrün əlindən düşərək torpağa yox oldu birdən. Yəni gənclik ömrün əlindən torpağa düşərək yox oldu. Bununla da elə metafor yaranmış olub. Bu doğru fikirdir. Lirik qəhrəman gəncliyini və sağlamlığını qorumağa çalışır. Yanlış fikirdir. Yəni testimizin doğru cavabı olacaq 1, 2 və 4. Davam eləyək. Görək 85-də nə soruşulur? İsa Hüseynovun Zəhər hekayəsində Mirqasım obrazı ilə bağlı yanlış fikirləri müəyyənləşdirin. Baxaq. Meşəni gözləyən son aqibətdə konkret olaraq heç kimi günahlandırmır. Bu doğru fikirdir, ancaq bizə yanlışlar lazım deyə biz götürmürük. Atın aqibəti ilə meşənin taleyinin oxşar olmasını təsadüf hesab etmir. Xeyr, yanlış fikirdir. Yanlış olduğuna görə götürürük. Meşənin su altında qalacağını düşündükcə ata ehtiyacı olmayacağını anlayır. Yanlış fikirdir əlbəttə ki. Meşənin aqibəti onu kədərləndirsə də özünü tox tutmağa çalışır. Bəli, doğru fikirdir. Meşəni qorumağa gücü çatmadığı üçün özünü aciz və gücsüz hesab edir. Bu yanlış fikirdir. Deməli, nəyi götürdük yanlış olaraq? 2, 3 və 5-i. Yazaq. 2, 3 və 5. Testimizin doğru cavabı 2, 3 və 5 olacaq. Davam eləyək, görək 86-cı testdə nə soruşulur? Səməd Vurğunun Vaqif piyesində şeyx obrazına aid fikirləri müəyyənləşdirin. Baxaq. İbrahim xanın Qarabağdan qaçmasına yardım edir. Yanlışdır. Bu şeyxə aid fikir deyil. Şuşaya gedən gizli yolda Qacarın ordusuna bələdçilik edir. Bəli, təəssüflər olsun ki, eləyir bu hərəkəti. Eldarı İbrahim xanın gözündən salır, onun təhlükəli işlərlə məşğul olduğunu bildirir. Bəli, bu da doğru fikirdir, götürəcəyik. Vaqifi dinin düşməni adlandırır, onun öldürülməsinin vacibliyini söylüyor. Belə bir adlandırma yoxdur onun dilindən. Eldarın və Vaqifin gizli planları haqqında Qacarı xəbərdar edir. Yanlış fikirdir. Qarı ilə birləşərək Xuramanı İbrahim xana ərə getməyə razı salır. Doğru fikirdir. Yəni testimizin doğru cavabı olacaq 2, 3 və 6. Davam eləyək. Görək 87-də nə soruşulur? Aşıq Ələsgərin dağlar qoşmalarına əsasən uyğunluğu müəyyən edin. Bir ay yarım nobahardan keçəndə və bahar fəsli yaz ayları gələndə. A. Lirik qəhrəman özünü Məcnunla müqayisə edir. Bu aid olacaq. Deməli, bahar fəsli yaz ayları gələndə bu qoşmamıza. Vətən dağları sanki yetim kimi insansız qalıb, bir ay yarım nobahardan keçəndə qoşmasına aid fikirdir. İctimai-siyasi mövzudadır. Bu qoşmaların heç biri ictimai-siyasi mövzuda deyil, təbiət mövzusundadır. Yanlış fikirdir. Aşıq hər bənddə nikbinliyi qoruyub saxlayır. Söhbət bahar fəsli yaz ayları gələndə
qoşmasından gedir. Son bənddə müəllif özünü məzəmmət edir. Söhbət bir ay yarım Navbahardan keçəndə qoşmasından gedir. Yəni 1 B Y 2 A D. Testimizin doğru cavabı budur. İndi gəldi çatdı növbə mətnə. Gəlin görək bizə hansı mətn təqdim olunub. Ala Çınar Osman Sarıvəllidən bir şeir təqdim olunub. Şeirin məzmunu tanış olaq. Deyir Ala Çınar, qanım vardır qanımda, üzüm ağdır, utanmıram yanında. Heç demədim, əyri yollar haçandır. Əyilmə ki, mənim başım ucadır. Ala Çınar, heç demədim dağdərə, hara gəldi, sinə gəldim səngərə. Qoy mərimlər dik başına əyməsin, mənə dəysin, yarpağına dəyməsin. Ala Çınar, xəbər vermə anama, mən ölürəm, sən ah çəkib ağlama. Yenə bəzən tovuz kimi sərbəsər, sən bəzənsən, gəlin qızlar bəzənər. Deməli, çox gözəl şeir nümunəsi ixtisarla verilib bu şeir. Əslində bəndləri çoxdur. Biz Rəsul Rızanın Çınar ömrü şeirində olduğu kimi Ala Çınar şeirində də Çınarı simvolik obraz olaraq görürük bu şeirdə. Ancaq fərqlidir. Baxın, buradakı Ala Çınar vətənin rəmzidir. Vətəni rəmzləşdirən obrazda. Gəlin görək nə suallar təqdim olunub. Çox güman ki, maraqlı suallar olacaq. Deyir ki, nümunələrin məzmunu əsasında müqayisə cədvəlinə uyğun fikirlər yazın. Elə Rəsul Rızanın Çınar ömrü şeiri ilə Osman Sarıvəllinin Ana Çınar şeiri müqayisə olunmalıdır. Biz nə etməliyik? Məzmun əsasında müqayisə aparmalıyıq. Birinci baxaq Ala Çınar şeirinə, Osman Sarıvəllinin şeiri ilə bağlı. Mən bu cavabları yazmayacağım. Çünki yazdıqca daha çox vaxt gedir. Şifahi olaraq deyəcəm. Ümidvaram ki, söylədiklərim aydın olacaq sizlər üçün və doğru cavablandırmısınızmı, yoxlaya biləcəksiniz. Baxın, Osman Sarıvəllinin Ana Çınar şeirinin məzmunu ilə bağlı deyə bilərik ki, bu şeirdə vətənpərvərlik mövzusu ön plana çəkilib, yəni şeir vətənpərvərlik mövzusundadır. Bundan başqa deyə bilərik ki, qəhrəmanlıq ön plana çəkilib, bunu da yazsanız doğru cavab hesab oluna bilər. Sonra Çınar vətənin simvolik obrazı kimi təqdim edilib deyə bilərik. Şeirdə niskil duyulur deyə bilərik. Sonra deyə bilərik ki, ölüm vətən yolunda fədakarlıq kimi mənalandırılır. Bunu da deyə bilərik. İndi gedək Çınar ömrü şeirinə. Görək Çınar ömrü şeiri haqqında nə deyə bilərik. Deyə bilərik ki, oradakı, yəni bizə bəllidir artıq Çınar ömrü, bunu öyrənmişik. Baxın, o şeirdə insan mənəviyyatı, onun həyatdakı mövqeyi ön plana çəkilmişdi. Yəni, baxın, Çınar ömrünün altına bu fikri yaza bilərdiniz ki, insan mənəviyyatı, onun həyatdakı mövqeyi ön plana çəkilib. Sonra yazmaq olardı ki, ölüm insanın daxilindəki mövcud bir gerçəklik kimi mənalandırılıb. Sonra yaza bilərdik ki, Çınar dəyanətli, özündən sonra iz qoyan uca varlıq kimi təqdim olunub. Baxın, bu fikirlərin hər birini yaza bilərdik. Ortaq fikir kimi isə yaza bilərdik ki, hər iki əsərdə Çınar rəmzləşdirilmiş, yəni simvolik obrazdır. Hər iki əsərdə oxucuya mənəvi dəyərlər barədə məlumat ötürülür və hər iki əsərdə Çınar obrazı ucalığı, əyilməzliyi simvolizə edir. Əgər sadaladığım fikirləri doğru xanlara yazmısınızsa, bu sual sizə tam bal gətirə bilər. Bax, görə 89-da nə soruşulur? Deyir, mətn əsasında cədvəli tamamlayın. Qoyaq ki, mətn də görünsün. Nə deyir? Fərqli bədii təsir vasitələri və mətndən nümunə. Biz bədii təsir vasitələrindən burada nəyi görə bilərik? Bədii təsir vasitələrindən biz burada metafor göstərə bilərik. Deyir ki, qoy mərimlər dik başını əyməsin. Bu, sonra baxın, Ala Çınar, xəbər vermə anama. Ala Çınarın xəbər verməsi, sən ah çəkib ağlama. Baxın, bunlar hamısı metafor nümunəsidir. Metafor yazıb qarşısına bu fikirlərdən hər hansı birini yazmışsınızsa doğru cavabdır. Sonra bədii təsir vasitələrindən təşbihi yaza bilərsiniz. Baxın, deyir, yenə bəzən tovuz kimi sərbəsər, tovuz kimi bəzənməsi Ala Çınarın təşbihə nümunədir. Yəni, belə. Metafor və təşbihi çox rahat şəkildə yazmaq olar. Görək 90-da nə deyilir? Mətnlə eyni ədəbi növdə olan əsərləri seçib, həmin ədəbi növə aid xüsusiyyətləri yazın. Eyni ədəbi növə aid olanları, deməli, səsli qız üzə verilib, yağış yağarkən verilib, ana verilib və ağac verilib. Biz burada seçəcəyik yağış yağarkən və ana.
Deməli, Mükəmil Müşfiqin Yağış Yağarkən şeirini və Cəfər Cabbarlının Anna şeirini ikisi də lirik növə aid olan əsərlərdir. Deməli, seçdik 2-3-ü. Deməli, hansı ədəbi növə aiddir? Lirik növə. İndi biz lirik növə aid 2 dənə xüsusiyyət yazmalıyıq. Lirik növə aid hansı xüsusiyyətlər yaza bilərik? Biz yaza bilərik ki, tərənnümə əsaslanır. Yaza bilərik ki, hadisədən yaranan hiss və həyəcanlar əks olunur. Sonra yaza bilərik ki, obyektə subyektiv münasibət əsas yer tutur. Fikir və duyğular vəhdətdə verilir, nəzmlə yazılır. Bu fikirlərin hamısı lirik növə aid olan fikirlərdir. Siz onlardan ikisini seçib yazsanız, cavabınız doğru cavab kimi dəyərləndirilə bilər. Bu qədər mənim dəyərli izləyicilərim. Ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılır oldu. İnşallah növbəti sınaq izahlarında görüşənə qədər. Diqqətiniz üçün təşəkkürlər.